İnsanların rəhməti Allahın həmin o rəhmətinin bir zərrəsidir, bir təcəlladı ki, bir qətrə insanlar arasına düşübdür. Hədislərdə qeyd olunur ki, Allah Teala Həzrəti Musaya dedi ki, ey Musa, heç bilirsən sənə nə qədər mərhəmətliyəm? Həzrəti Musa dedi ki, ilahi, atamdan da, anamdan da daha çox mənə rəhmətlisən, mərhəmətlisən. Allah deyir, belə buyurdu ki, ey Musa, əgər mən anana rəhmət bəxş etməsəydim, əgər sənin anana şəfqət bəxş etməsəydim, sevgi bəxş etməsəydim, o öz çətinliyi, məşəqqətləri, sıxıntıları müqabilində sənə bu qədər rəhmət, mərhəmət göstərməzdi. Digər qadınlar kimi olardı elə. Yəni, insanlardakı rəhmət qeyd etdiyimiz kimi ilahi rəhmətin bir qətrəsidir, ilahi rəhmətin kölgəsidir. Və rəhmət o məfhumlardandır ki, bir dərəcəli deyil, eyni dərəcəli deyil. Zəiflik və şiddət baxımından, kəmiyyət, keyfiyyət baxımından fərqlənir. Bəzən elə insanlara rast gəlirsən ki, görürsən ki, yalnız özünə qarşı mərhəmətlidir, ailəsinə qarşı mərhəmətlidir, digərlərinə qarşı zalimdir. Elə insanlar da var ki, yox, görürsən, dairə biraz genişdir, qohum əqrabalarına qarşı da mərhəmətlidir, amma yadlara qarşı mərhəmətli deyil, öz xalqından, öz millətindən olmayana qarşı mərhəmətli deyil. Bunlar hamısı nöqsandır. Amma kamil insanlar o insanlardır ki, onlar Allahın bütün varlıqlarına qarşı mərhəmətlidirlər, rəhimlidirlər. Rəhmət və mərhəmət sifəti onlarda o qədər təcəlla eləyib ki, hətta düşmənlərinə qarşı belə mərhəmətlidirlər. Düşmənlərinin belə sıxıntıda olması, müsibətə, başlarına bir müsibət gəlməsi və ya azğınlıqda, zəlalətdə olması onları narahat eləyir, onları pərişan eləyir, qüssələndirir, kədərləndirir. Allah Teala Həzrət Rasulullah sallallahu aleyhi və səlləmi vəsf eləyir, Peyğəmbər barəsində buyurur ki, sizə öz içərinizdən bir Peyğəmbər gəldi, bir elçi gəldi. Sizə hər hansı bir sıxıntı üz verdikdə, müsibət üz verdikdə, bir zərər dəydikdə sizə bu ona çox əziyyət eləyir. Yəni, başqalarının belə sıxıntısı Peyğəmbəri deyir, əziyyət eləyir və kamala çatmağınızı o çox istəyir. Başqa bir ayət deyir, Peyğəmbər möminlərə qarşı rəuf idi, şəfqətli idi, mərhəmətli idi, rəhimli idi. Çünki ilahi rəhmət ən yüksək dərəcədə Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdə təcəlli eləmişdi. Taifə gedir, insanları şirkdən çəkindirib, tohidə dəvət eləyir, insanlar daşa basırlar. Peyğəmbərə hətta sui-qəsd etmək istəyirlər. Üst başı cırılmış halda. Hədislərdə bu cür vəsf eləyir ki, qan deyir, dabanlarından axırdı, bədəninə yaralar vardı, ayaqlarından gəlib dabanından qan tökülürdü. Allah Rəsulü çəkildi bir kənara, bir təpəyə sığındı. Qövmü üçün bəla istəmədi, dedi, Allahümme rəhəm qavmi həulə ilə ya'ləmun. İlahi qövmə rəhm et, onlar anlamırlar, onlar nadandılar, cahildilər.